Salam, hər vaxtınız xeyir. Bugün həqiqi ədədlər mövzusuna baxacağıq testdə. Deməli, birinci sualda yaxşı düşməyib şəkildə. Deməli, A kiçikdir 0 şərtin verir. Bizə verir ki, kök 10-cu dərəcədən A üstü 10 çıxılsın kök 9-cu dərəcədən A üstü 9. Gələk baxaq. Çox diqqətli olmaq lazımdır bu cür suallarda. Kök moduldan getdik. Bizdə cüt dərəcə olanda modula çıxır. Ondan kökün dərəcəsi getdi. Cüt dərəcə olanda modula çıx. Burada isə tək dərəcədir deyə eləcə A-nın özü. İndi bizim qaydamız var ki, modulun içində dəyişən olanda elə mənfidən mənfidə çıxır. Bizdə bu şərtimizdə A-nın 0-dan kiçik olması mənfi olması deməkdir. Mənfi açıq A, mənfi 2A. Cavab 1-də B variantı olar. İkinci sualımıza baxaq. Kök 3 üstə G, kök 75 tam hissəsini soruşur. 75-i 25 vur 3 kimi yazsaq, bu 5 kök 3 demək. 25-dən 5 çıxır, 3-dən heç nə çıxmır. Kök 3-ün üstə 5 kök 3 gələndə eləyir bizdə 6 kök 3. 6 kök 3-ün tam hissəsini tapmaq üçün altını kökün altına 36 kimi salaq, vur 3. Kök altında 108. 108 isə 10-dan 11 arasında yerləşir. Çünki 10 olsaydı 100 olardı, 11 olsaydı 121 olardı. Bu isə 108-dir deyə bu arada yerləşir. 10 ilə 11 arasında yerləşən ədədlərin tamı nəyə bərabər olur? 10-a bərabər olar. Cavabımız oldu. Deməli, 2-də E variantı. Üçüncü suala gələk baxaq. Modulun içində 5 çıx kök 24. Bizim qaydamız var ki, kökün modulun içindən mənfi çıxa bilməz deyə bu 24 idi. Əgər mənfi olarsa yerin dəyişik çıxardacağıq. Burada isə kök 24 çıx 5. Aha, gələk baxaq. 5 kök 24-dən böyükdür. Çünki 5 kökün altında olsa 25 olardı. Ona görə yerin falan dəyişmədi olduğu kimi üstə gəlinsin. Burada isə 5 kök 24-dən böyükdür deyə yerin dəyişik şəkildə çıxdı. Kök 5-lər də heç biri getmədi. 5 ilə 5 ikisi də müsbətdir. Kök 24 ilə kök 24 ikisi də mənfidir. İşarələr eynidir. 2 dənə kök 24. İndi buradan 24-ü 4 vur 6 kimi yazsaq, 4-dən də 1-2 çıxar. Onda oldu bizim misalımız 5 çıxılsın. 2, buradan da 1-2 çıxanda 4. Kökün altında da qaldı sadəcə 6. Cavabımız olar. 5 ilə 5 10 eləyir. Mexaniki səhv eləmişəm, üzürlüsən. Bu 5 ilə 5 10 eləyir. 10 çıxılsın, 4 kök 6. Cavab da C variantı olar. Gələk baxaq 4-cü sualımızda. Deyir neçəsi doğrudur? İstənilən rasional ədəd hər hansı rasional ədəd İstənilən rasional ədədə hər hansı rasional tam ədədi əlavə etdikdə rasional ədədin kəsir hissəsi dəyişməyəcək. İstənilən, növbətiyə baxaq. İstənilən iki irrasional ədədin hasili irrasional ədəddir. Məsələn, bu 2 dəqiq səhvdir. Çünki məsəl üçün 1, 2, 3, 4 dənə də 2-yə uyğun nümunəyə baxaq. Məsələn, deyir kök 3 vur kök 3. Bizə deyir ki, istənilən 2 irrasional ədədin hasili irrasionaldır. Xeyr, bax kök 3-ü kök 3-ə vuranda nə olur? 3 olur, rasional oldu. İkinci sualımız dəqiq səhv oldu. Həm 2-yə, həm də 3-ə bölünən ədədlər 6-ya bölünür. 3 bəli. 3 tamamilə doğrudur, əzbər bilirik bunu. Sadə ədədin istənilən dərəcədən qüvvəti də sadə ədəddir. Gəlin baxaq. Məsələn, sadə ədədimiz 2-dir, qüvvəti olsun 3. 2-ni 3 dəfə öz-özünə vuranda 8 eləyir. 8 isə mürəkkəb ədəddir. Ona görə 4-cü sualımızda səhvdir. 4 də getdi. Bir dənə bizdə burada qalıb 1. 1-ə uyğun bir dənə misala baxaq görək necədir. Deyir, istənilən rasional ədəd hər hansı rasional tam ədədi əlavə etsək, istənilən rasional ədəd götürürəm. Məsələn, 2 tam onda 3 götürürəm. Hər hansı rasional tam ədəd əlavə etsək, üstə gələk tam ədəd əlavə edirik. Məsəl üçün, mənfi 5-i əlavə edeyim. Gəlin, birinci 5-i əlavə edeyim. Bu oldu 7 tam 3. Bunun tam hissəsi, kəsir hissəsi dəyişmədi. Bəli, bax 0 tam 3 dəyişmədi. İndi bir dənə də mənfisini əlavə edək. Çünki bu bizə demir təkcə müsbət olsun. Deməli, İstənilən rasional mənfi əlavə edirəm. Məsələn, mənfi 4 əlavə edirəm. Onda oldu mənfi 1 tam 7. Mənfi 1 tam 7-nin tamı 2-dir. Kəsiri isə yenə 0 tam 3. Bəli, dəyişmir. Bu da düzdür. Dəyişməyəcək. Bu da doğrudur. Birinci sualımız doğrudur. Neçə dənəsi doğru oldu? 2 dənəsi. Cavab A variantı oldu.
5-ci suala gələk baxaq. X mənfi ədəddirsə aşağıdakilərdən hansı müsbətdir? A bəndində yazıb ki, x-in kvadratı. 5-ə baxın, biraz şəkildə kubu yazılıb. X-in kubu. B bəndində yazılıb x mənfi, bir dənə də çöldə bircə dəqiqə. Mənfi, bir dənə də çöldə mənfi x-in kubu. Sonra mənfi x üstü mənfi 3 yazılıb C bəndində növbəti. X üstü mənfi 1. Burada da yazılıb mənfi x-in kvadratı. Bizə deyir ki, x mənfi ədəddirsə aşağıdakilərdən hansı müsbətdir? X-in yerinə mənfi 1 qoyaq. Burada mənfi 1 qoysam, mənfi 1-in kubu eləyir elə mənfi. Deməli, bu mənfidir, bu getdi. Gələk bura baxaq. X-in yerinə mənfi 1 qoysam, bu mənfi ilə bu mənfi toqquşur, müsbət 1 eləyir. Kubu 1, qabaqda mənfi var, bir də mənfi oldu. X-in yerinə mənfi 1 qoysaq, üstü mənfi olan ədədlər onun tərsinin müsbət üstü deməkdir. Yəni, x üstü mənfi 1, 1 bölü x deməkdir. X-ə də mənfi 1 qoyanda mənfiyə böləndə yenə mənfi eləyəcək. Gəlib bura baxaq. Deməli, bura mənfi 1 yazsam, bu olur müsbət 1. Müsbət 1-in kvadratı müsbət 1. Qabaqda da mənfi var, mənfiyə gedəcək. Gələk buna baxaq. Buradakı mənfiyə dəxli yoxdur, bu qaldı. Mənfi üslü kəmiyyət 1 bölünsün, bunun müsbət üstüdür. Deməli, x-in də yerinə mənfi 1 qoyanda, x-i götürüb yerinə mənfi 1 qoysaq, olur mənfi 1-in kubu, bir dənə də qabaqda mənfimiz var. Bu elədi mənfi 1, qabaqdakı mənfi ilə də toqquşdu, müsbət elədi. Cavabımız 5-də C variantı olar. 6-cı sualımıza gələk baxaq. 6-ya gələk baxaq. Görək 6-da nə deyir? A kiçikdir 0 olduqda kök 12-ci dərəcədən A üstü 12 çıx kök 9-cu dərəcədən A üstü 9. Bu dəfə şəkillərimiz nəsə biraz yaxşı çıxmayıb. Aha, yenə gəldik, baxdıq. Dərəcəsi cütdürsə 12-lər getdi, modulda A qaldı. Çıx 9-lar getdi, adi A qaldı. İndi bizdə A sıfırdan kiçikdirsə, moduldan elə hərfdən mənfi çıxdığına görə mənfi A çıx A. Yenə bunda cavabı mənfi 2A D variantı olar. 6-cı sual getdi. 7-ci suala baxaq. 7-ci sual da bayaqki sualımızla yenə eynidir. Deməli, neçəyə baxırıq? 7-yə baxırıq. Modulda 4 çıxılsın kök 15, üstə gəlinsin modulda kök 15 çıx 4. Yenə qaydamız var ki, bu kök 4 kökün altında olsaydı 16 olardı. 16 olardı. 16 15-dən böyükdür deyə burada yer dəyişmədi. Üstə gəlinsin. Burada isə kiçikdir deyə yerin dəyişdi. 4 çıx kök 15 oldu. Yenə 4 ilə 4-ü toplasaq 8 çıx 2 dənə kök 15. 8 çıx 2 kök 15 A variantı olar. Gəlib 8-ci sualımızda. ABC həqiqi ədədlərdə A kvadratı B-nin kubu kiçikdir, bizə deyir 0-dan. A kvadratı B-nin kvadratı böyükdür 0-dan. A-nın kvadratı B-nin, bir dəqiqə tam yaxşı görünmür. A-nın kubudur burada. A-nın kubu, B-nin kubu, C-nin üstü 5. Kiçikdir 0-dan. Bir dəqiqə görün, düz yazmışıq mı? Kiçikdir 0-dan, A kvadratı burada kubdur. Şəkildə görünmür. A kubu, B kvadratı böyükdür 0-dır. A, B, C-nin işarəsini tapmalıyıq. Gəlin baxaq. A istəyir mənfi olsun, istəyir müsbət olsun. Kvadrat bunu müsbətə döndürəcək. Deməli, B mənfidir ki, müsbət mənfiyə vuranda 0-dan kiçik olur. B-yə mənfi tapdıq. B getdi. Gəldik, bura baxdıq. B mənfidir. Mənfinin kvadratı müsbət eləyir. Müsbəti müsbətə vuranda 0-dan böyük olur. Deməli, A müsbətdir. Gələk, bura baxaq. A müsbətdir, B mənfidir. Müsbəti mənfiyə vuranda elədir mənfi. Mənfini də nəyə vursaq yenə mənfi qalar, müsbətə. Deməli, C-nin işarəsi oldu müsbət. Müsbət, mənfi, müsbət. A variantı. 8-ci sualın cavabı da A variantı oldu. Gələk 9-a baxaq. Kök 8 üstə gəlinsin. 3 kök 2. 8-in yerinə 4 vur 2 yazsaq. Deməli, 4-dən nə çıxacaq? 2. Amma bu birisi 2-dən heç nə çıxa bilmir. Üstünə də 3 kök 2-ni gəlirik. Cavabımız eləyəcək 5 kök 2. Nə variantı oldu? 5 kök 2. Hə, tam hissəsini tap. Tam hissəsini yenə 5-i kökün altda 25 kimi salaq. 2-yə vuraq 50.
50-dən qabaq nədən kök çıxır? 7-dən. Deməli bu üzdə 8-dir də. Çünki 49 olsaydı 7 olardı, 64 olsaydı 8 olardı. 50 bunlar arasında yerləşdiyinə görə deməli 50 7 tam neçəsə deməkdir. Onda tam hissəsi nəyə bərabər olur? 7-yə bərabər olar. B variantı. 10-cu sualımıza gələk. 10-cu sualda görək nə deyir? 10-cu sualda deyir ki, bizə A 5 tam 23-dür. A bizdə 5 tam 23-dür. B 5 tam 2 dövrdə 3-dür. C də bərabərdir 5 tam dövrdə 23-ə. Yadımıza yenə salırıq ki, dövrü olan kəsirləri müqayisə etdikdə qətiyyən adi kəsrə çevirməyə çalışmırıq. Sadəcə dövr eləyən hissələri təkrar yazırıq. Burada isə 5 qaldı, dövr eləyən 23-dür deyə 23-ləri təkrar yazırıq. Burada isə heç təkrarlama falan yoxdur, elə 5 tam 23 yazırıq. Təbii ki, bunların içinin ən kiçiyi A-dır. Çünki dövr eləyən bunlarda hamısında 23-dən sonra artıq nələrsə var, amma A-da yoxdur. Ən kiçiyi A oldu. İndi B-yə baxırıq. 5-lər eynidir, 2-lər eynidir, 3-lər eynidir. Növbəti gələn B-də 3-dür, C-də isə 2-dir. Deməli, onda C B-dən kiçikdir. Sırayla baxırıq. Yüksək dərəcədən kiçik dərəcəyə doğru. A, C, B. Cavab olar nə variantı? A variantı. 11-ci sualımıza gələk baxaq. 11-də. Kök altında 17-nin kvadratı. Üstə gəlinsin kök altında 12-nin kvadratı. Üstə gəlinsin kök 7-nin çox kvadratı. Çıxılsın kök altında mənfi 15-in kvadratı. Gəlin baxaq. Burada kvadratla kök 7 qaldı 17. Burada kvadratla kök 7 qaldı 12. Üstə kvadratla kök 7. Çünki çöldəki kvadratı içəriyə də sala bilirik. 7 burada qaldı 7. Çıxılsan. Mənfi 15-in burada kvadratla kök 7 mənfi 15 qətiyyən çıxarda bilmərik. Kökdən mənfi çıxa bilməz. Birinci kökün altında kvadrat həm mənfiyə həm 15 aid olduğuna görə kvadrat mənfini ləğv eləyir. Yəni mənfi 15-in kvadratı 225-dir. 225-dən kökdən təzədən nə çıxacaq? 15. Bərabərdir. 17-nin üstünə 12 gələndə 29, 29-un üstünə 7 gələndə eləyər 36, 36-dan 15 çıxanda 21. Y variantı. Varımızdı variant Y variantı. Sonra gəldik, baxdıq nəyə? 12-yə. Deyir ki, mənfi 7 tam ədədlər arasında yerləşən tam ədədlərin cəmini tap. 12-yə gələk baxaq. Mənfi 7 tam 2 ilə 3 tam 4 arasında yerləşin. Bundan böyük olmalıdır, bundan kiçik olmalıdır. Həmişə tamla yoxlayaq. Mənfi 7 mi burada varmı? Bəli var. Çünki mənfi 7 tam 2-dən böyükdür. Mənfi 7, mənfi 6 bu qayda ilə davam edir. 3 varmı? Var. Bəli. Çünki 3 tam 4-dən kiçikdir. Buradan böyük olmalıdır, sonuncudan kiçik olmalıdır. 3 var. Bizim qaydamız var ki, müsbət 3-dən mənfi 3-ə kimi ədədlər, bu belə deməkdir də, mənfi 7, mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3. Mənfi 3-dən müsbət 3-ə qədər toplayanda eyni ədədlər 0-a getdi, təkcə bu hissə qaldı. 10, 17, 22, mənfi 22. Eyni ədədlər toplayanda, işarəsi eyni olan ədədlər toplayanda adi qayda ilə toplayıb qabağa öz işarəsini qoyuruq. A variantı olar. 13-cü sualımıza baxaq. Mənfi ədədi göstərin. Bu da çox asaddır. Sadəcə kökə salırıq. Məsələn, A bəndini yoxlayıram. 1 tam 3 çıx kök 2. 1 tam 3 13-ün kvadratı 169-dur. Kök altında 161 tam 69 deməkdir. Bu isə kök. Təbii ki, kök 2 daha böyükdür. Çünki tamı bundan böyükdür. Ona görə bu elə mənfi ədəd olar A variantı. Təsadüf A-nı yoxladım. Elə cavab A variantı oldu. 14-də baxaq. Qarşılıqlı tərs ədədlər cütünü göstər. Qarşılıqlı tərs ədədlər hasili 1-ə bərabər olan ədədlərdir. Deməli, birincini vursaq 1 eləməz. C bəndini gəlin vuraq. C bəndinə baxaq. Kök 5 üstəgə kök 4-ü vuranda kök 5 çıx kök 4-ə bərabər eləyəcək. A kvadrat çıx B kvadratı düstur olduğuna görə çıx kök 4-ün kvadratı.
Kvadratla kök gedir. Burada qaldı 5. Bu hissədə qaldı 4. Cavab 1 elədi. Ona görə qarşılıqlı tərs ədədlər C variantı olar. 15-ci sualda aşağıdakilərdən hansı irrasionaldır? Birincisi rasionaldır. Niyə? Çünki kökün dərəcələri eynidir. Bir kökə 3'ü 12'yə vuranda 6, 36 eləyir, 6 çıxacaq. Üçüncü də rasionaldır. Çünki kök 2'ni kök 32'yə vuranda kök 64 eləyir. Buradan da 8 çıxır, kök qalmır. Gəlib indi ikinciyə baxaq. Ümumiyyətlə bilməlisiniz ki, iki irrasional ədədi toplayanda və çıxanda deməli, yox, ikisi də irrasionalsa cavab rasional da ola bilər, irrasional da ola bilər. İkincini yoxlayaq. 1 ilə 3 getdi. Bunlar dəqiq rasionaldır. 2'ni yoxlayırıq. 3 kök 3 üstəgə 2 vurulsun. 12'ni 4 vur 3 kimi yazanda 4'dən 2 çıxır, amma 3 qalır. Bu da eləyir. 4 kök 3 budur, 3 kök 3 budur, 7 kök 3. Oldu irrasional ədəd. Bəli, biri oldu 2. İndi 4'ü yoxlayırıq. 4 kök 5'dən çıxanda 3 kök 5'i sadəcə 1 kök 5 qalır da. Bir də yazılmır. Ona görə kök 5 qalır. Eləcə qısaca kök 5. Kök 5 də irrasional ədəddir. Bəli, cavabımız oldu 2, 4, A variantı 15-ci sualda. 2 ədədin ədədi ortası onlardan ədədi ortası 49,4, onlardan biri 24,6 olarsa o birisini tap. Ədədi ortanı tapanda bilirik ki, toplayıb sayına bölürük. Deməli 24,6 biridir, o birisi bilmirik x-dır. Bunu 2'yə böləndə deyir ədədi ortası olur 49,4. Bunda burada x-i tapanda çarpası 2'ni vurarıq, 8, 8, 9. Bundan da çıxarıq 24,6'nı. Bu da x da bərabərdir. Neçə düşür? 2, 4, 7. 74,2. 74,2 cavabımız C variantı olar. 17-ci suala baxaq. Müsbət ədədlərin sayını göstərin. Yenə dediyim qayda ilə kökün altına salırıq. 2, məsələn 1 mənfidir. Çünki 2,4 kökün altında olur. 5,76. 5,76 da kök 7'dən kiçik olduğu üçün çıxanda mənfi eləyər. Deməli 1 getdi. 2 də getdi. Çünki 14'ün kvadratı 1,196 eləyir. 1,96 da 2'dən kiçikdir. 2 də getdi. 3'ə baxaq. 3,3'ün kvadratı təbii ki 8'dən böyük olacaq. Çünki adi 3 olsaydı da kökün altına 9 kimi girərdi. 3,3 daha 9'dan da böyükdür. Biri oldu 3. Müsbət ədəd. İkincidə də 25'in kvadratı, dördüncüdə də düzdür. Çünki 25'in kvadratı kök altında 6,25 deməkdir. Bu da 6'dan böyükdür deyəndə olduğuna görə bunlar da çıxanda müsbət eləyər. Deməli cavabımız 3 və 4 oldu. Yəni 2 dənə. Cavab oldu B variantı 17'də. 18-ci sualımıza baxaq. Yenə A kiçikdir 0'dır. Kök 6-cı dərəcədən A üstü 6 çıxılsın. Kök 3-cü dərəcədən A üstü 3 sadələşdiririk. 6 ilə 6 getdi, modula qaldı. Bir də deyirəm, cüt dərəcə olanda mütləq modula. 3 ilə 3 gedəndə adi A qaldı. A 0'dan kiçikdir deyə moduladan mənfi A çıxdı. Mənfi A çıxda cavabımız mənfi 2A olar. C variantı. 19-cu sualımıza baxaq. 19'da. A mənfi 3'də 2'dir. B mənfi A mənfi 3'də 2'dir. B mənfi 6/7'dir. C də 0'dır. Təbii ki, ən böyüyü C'dir. Çünki C müsbət 0 bütün mənfilərdən böyükdür. Bu digər ikisini isə sürətini eyniləşdirmək daha rahatdır. Sürətini eyniləşdirib tapaq. Oldu mənfi 6 bölünsün 9. Əgər mənfi olmasaydı, sürətləri eyni olan kəsirdən məxrəci kiçik olan böyüyüdü. Yəni B A-dan böyük olacaqdı. Mənfi ədədlərdə tərsinə olduğuna görə A B-dən böyük olur. Deməli oldu B A C. Cavabımız nə variantı olar? D variantı olar. Sonuncu sualımıza baxaq. 20-ci suala. Aşağıdakı ədədlərdən hansı ədəd oxunda 11 ədədindən 14 vahiddən böyük məsafədə? Bu da yaxşı sualdır, diqqətli olun. Deməli 11 ədədindən demir 14 vahid olsun. 14 vahiddən böyük, yəni məsafə uzaq olsun. 11'dən 14 vahid sayanda 11'in üstə 14 gələndə 25 düşür.
11-in üstünə 14 vahid gələndə, 11-dən 14 vahid çıxanda, çünki bilmirik də sol tərəfə də gedə bilər. 14 çıxanda, yəni bir üstünə gələndə, bir çıxanda eləyər -3. Amma bu bizə demir həmin məsafə. Deyir həmin məsafədən böyük olsun. Yəni onda bu üzlərə gəlməlidir. Bax, böyük olmalıdır. Bax, elə bil bizim xəttimiz buralara gəlməlidir. Bax, belə gəlməlidir. Baxaq görək hansı uyğun var. Bu hissə yoxdur. Bu hissəni deməli götürməyib. -3-dən bu üzdə yerləşən -4 var bizdə. Deməli cavabımız nə olar? -4 Y variantı. Bugünlük bu qədər.